Alış əməliyyatını həyata keçirmək üçün ticarət modulunda əməliyyatlar hissəsində yeni əməliyyat düyməsinə daxil olunur. Açılan pəncərədə yuxarıdakı başlıqlarda alış əməliyyatına keçid edilir. Burada alışın icra olunduğu tarix, onun valyutası, eyni zamanda alışın edildiyi qarşı tərəf, yəni təchizatçı seçilir. Daha sonra alış həyata keçirdən menecerin adı təyin olunur. Əgər alış müqavilə əsasındadırsa, müqaviləsi seçilir. Eyni zamanda alınan məhsulların hansı ambara düşəcək ambar seçimləri edilir və daha sonra alınacaq məhsulların adları məhsul axtarış hissəsindən və yaxud kataloqdan seç düyməsindən istifadə etməklə qaymə əlavə edilir. Əlavə edilmiş məhsullara qiymət, say və əgər varsa endirim təyin olunur. Daha sonra isə ödəniş et düyməsi. Əgər alış əməliyyatının alış həyata keçirilən zaman ödəniş edilibsə, ödəniş et düyməsi aktivləşdirilir. Ödənişin hansı hesabdan olunacağı seçilərək əməliyyat təsdiqlənir. Ödəniş edilməmiş alış əməliyyatlarında ödəniş et düyməsi aktivləşdirilməli. Qayməni yazdıqdan sonra təsdiq düyməsi kliklənilir.